Gəlin sizə Bakının bu səs-küylü küçəsində bahalı kofe məkanlarının arasında sakit, hüzur dolu və qiymətləri 2 dəfə ucuz bir yer göstərim. Buranı kiçik bir kofe muzeyi adlandıra bilərik. Həm çöldə take-away-i, həm də içəridə oturmaq üçün belə xudmani salonu var. Girişdə sizi qəşəng, təzə şirniyyatlar qarşılayır. Biraz irəlidə isə yerli və xarici kofe brendlərindən ibarət bir güşə var. İçəri girər-girməz kofenin ətri adamı bihuş eləyir. Burada siz Braziliya, İtaliya və digər ölkələrin, həmçinin Azərbaycanın yerli kofe brendlərinin məhsulları ilə tanış ola bilərsiniz. Salon şərq üslubunda dizayn edilib, olduqca sərin və sakit ab-havası var. Biz cappuccino və americano aşiqləri olaraq hərəmizə birini sifariş etdik. Americano 3.50-4 manat, cappuccino 4-5 manatdır. Məşhur kofe hauslardakı qiymətlərdən xəbərdar olan biri kimi deyirəm ki, burada qiymətlər bir çox yerlərdən 2 dəfə ucuzdur. Özlərinin təbirincə desək, bu küçədəki ən demokratik qiymətlər məhz buradadır. Üstəlik, keyfiyyət də üst səviyyədə. Kofeman dostumuz Ömər də keyfiyyətdən razı qaldısa, demək həqiqətən buranı yadda saxlamağa və yoxlamağa dəyər. Burada kofe içərək, şahmat oynaya və ya proyektordan istifadə edərək hansısa təqdimat həyata keçirə bilərsiniz. Bir də sırf bura özəl mix kofelər var. Özləri hazırlayır. Gedərkən bizə də hədiyyə etdilər. Dadı möhtəşəmdir. Şəhərin səs-küyündən, tünlükdən uzaq sakit bir məkan və şişirdilməyən qiymətlər axtarırsınızsa, bax bu kofe muzeyini yadda saxlayın.